Mənə elə gəlir ki, gənc nəslin, gələcək nəslin şəhidlərimizi unutmaması üçün ərsəyə gələn bu kimi işlər vətənimiz naminə atılan addımların ölümsüzlüyüdür. Şəhid adlarının uca tutulduğu, əbədiləşdirildiyi hər tədbir bizim xalq üçün sərvətimizdir deyərdim. Çünki şəhidlərimiz bizlər üçün, vətən üçün tükənməz bir sərvətdir. Zakir o kiçik ömrü ilə bizim əldə etdiyimiz zəfərdə onun da kiçik bir imzası var. Çünki elə qəhrəman oğullar o zəfərə yol açanlardan biri oldu Zakirimizdə. Bizlər onunla fəxr edirik və hər birimizin də borcudur. Bugün şəhid analarına dəstək ictimai birliyi olaraq belə qəhrəman oğullarımızın xatirəsini əziz tutaraq, onların xatirəsini yaşadırıq, onları qəbirlərdə həkk elətdiririk. Bu, hər bir Azərbaycan vətəndaşının borcu olduğu kimi bizim də şəhid analarına dəstək ictimai birliyinin əsas amallarından biridir. Mənim oğlum 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Xocavənddə qəhrəmancasına şəhid olub və Azərbaycanda şücaəti görə medalı ilə təltif olunan ilk əskərdir. Bugün 30-cu baharıdır balamın. Yəni mən heç vaxt düşünə bilməzdim ki, biz onu belə qeyd eləyərik, amma qismət belə gətirdi. Bugünkü tədbirimizdə bizim yanımızda olan hər kəsə, dəvətimizi qəbul edən hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Filmin təqdimat mərasiminin əvvəlində vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmək böyük qürurdur. Onun sözlərinə görə bu kimi tədbirlər şəhidlərimizin xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Zakir Cəfərov xidmət etdiyi müddətdə hər zaman ön sıralarda olub, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib və torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə xüsusi igidlik göstərib. İcra başçısı şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirərək, onların ruhuna ehtiramla yanaşmağın hər birimizin borcu olduğunu qeyd edib. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qeyd edib ki, şəhidlərimiz bizim qürur yerimiz, baş ucalığımızdır. Bugün azad və müstəqil ölkədə yaşamağımız məhz şəhidlərimizin sayəsindədir. Çünki onların qanı, canı bahasına bu torpaqlar düşmən tapdağından azad edildi, suverenliyimiz bərpa olundu. Filmin rejissoru Etibar Məmmədov ekran əsərinin ananın övlada, övladınsa vətənə məhəbbətindən bəhs etdiyini qeyd edib. Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva filmin ərsəyə gəlməsində əziyyət çəkən, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Əməkdar artist Cabir Abdullayevin ifasında səslənən mahnı və şagirdlərin təqdim etdiyi bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda Zakirin essesi filmi nümayiş olunub. Atabəy Səyyad, Təxminə Babayeva, Zaur Həsənov, NTV Xəbər, Bakı.